Debirtman nədir və necə aparılır? Ölüm geri qayıdan proses deyil. İstəyir hüceyrə ölümü, istəyir toxumu ölümü, bədənin hər hansı bir nahiyəsinin ölümü, bu geri qayıdan proses deyil. Yəni nekroz gedibsə, bu artıq geri qayıdan proses. Ona görə də nekrotik kütlələr oradan təmizlənməlidir. Yəni yaraların cərrahi işlənməsi aparılmalıdır. Yəni bütün nekrotik toxumalar hamısı təmizlənməlidir. Çünki nekrotik toxumalar burada həm mikrob saxlayırlar içində, həm də bunlar mikroblar üçün qidalı maddədir və bu intoksikasiya mənbəyidir. Ona görə də diabetik xəstələrdə aşağı ətrafda olan nekrotik toxumalar nekrektomiya olunmalıdır ilkin olaraq və onlar tam təmizlənməlidir ki, həm mikrob faktorunun, həm qidalı mühitin aradan götürülməsi. Burada biz deməli antiseptika qaydalarına riayət etməliyik çox ciddi surətdə. Nekrotik kütlə kəsilib götürülməlidir, birmənalı.